Əqrəblər, iyul ayında intuisiyanız o qədər güclü olacaq ki, kimsə yalan danışanda siz onu cümlənin ortasında tutacaqsınız. Problem odur ki, bəzən sübutunuz isbat etməyə yoxdur. Sadəcə hiss edirsiniz. Hisslər isə heç vaxt sizi aldatmaz. Bu ay sirlər açılır, maskalar düşür. Bəzi insanlar özlərini necə göstərirdilərsə, elə olmadıqları ortaya çıxacaq. Siz isə içdən deyəcəksiniz. Onsuz da bilirdim də, hiss edirdim. Sevgi həyatında ehtiras yüksəkdir. Subay əqrəblər diqqət çəkəcək. Amma unutmayın ki, sirli olmaq çox maraqlıdır. Əlçatmaz olmaq isə yox. İnsanlar tapmaca həll etməyə gəlməyib də öz aramızda. Münasibətdə olan əqrəblər üçün əsas mövzu etibardır. Keçmişdə olan bir məsələni 77 dəfə gündəmə gətirmək artıq araşdırma deyil, arxiv işidir. Pul məsələlərində vəziyyət pis deyil. Amma bu ay mən buna layiqəm düşüncəsi ilə edilən xərclər, yəni ki, problem yarada bilər. Kart balansı emosional qərarları çox da sevmir. İş həyatında güclü mövqedə olacaqsınız. Sözünüz keçəcək, amma hər kəsin səhvini üzünə vurmaq məcburiyyətində deyilsiniz. Bəzən həyat özü bu xidməti pulsuz gələcəkdə göstərəcək. Ətrafınızda bir neçə nəfər olacaq ki, sizin sakitliyinizi zəiflik hesab edəcək. Qoy etsinlər. Əqrəbin sakit olması təhlükənin keçdiyi anlama gəlmir. Gec olacaq, güc olacaq. Ayın mesajı ondan ibarətdir ki, hər şeyi bilmək üstünlükdür. Amma hər bildiyini demək məcburiyyət deyil. İyul ayında güc sizdədir. Sadəcə onu kimə və nəyə sərf etdiyinizi düzgün seçin. Bu qədər mənim əziz, çox təhlükəli əqrəblərim.